Tanıyıram ilk öncə əziz izləyicisi, böyük gələcəyi kiçik addımlarla verilişinin növbəti qonağı Ayaz Əlizadədir. Verilişimizə xoş gəlmisən Ayaz Əlizadə. Özünü təqdim et, neçənci ildə və harda yenə göz açmısan? Sana təşəkkür edirəm. Mən 2015-ci ildə iyulun 18-də anadan olmuşum Harda? Bakıda. Futbola ilk hansı klubda başladın? İlk dəfə Real Lyon klubunda futbol oynamaya başladım. Və daha sonra Binə karyeran var. Binə klubuna necə gəldin? Real Lyon'da mənim Ali müəllim məşqçim var idi. O Real Lyon klubundan ayrıldı. Binədə məşq keçirməyə başladı. Və sən də öz istəyinlə qoşuldun. Mən öz istəyimlə qoşuldum Ali müəllimin məşqlərinə. Necə oldu futbolçu olmaq qərarına gəldin? Mənə güclü oyunçular, futbolçular motivasiya verdi. Mən özümə söz verdim ki, futbolçu olmaq istəyirəm. Güclü futbolçular deyəndə hansı futbolçu nəzərdə tutursan? Hansı futbolçuya baxım, yəni bu motivasiyanı əldə etmisən? Mən Neymarı xoşlayıram, Messini xoşlayıram. Ronaldo yoxsa Messi? Messi. Düşünmədim. Klubda oynadığın mövqe hansıdır? Hücumçu. Nömrən neçədir? Mənim nömrəm 14 nömrədir. Mən o nömrəyə çox sevinirəm. Çünki o çox əvvəllər mənim müəllimin nömrəsi oldu. Hansı müəllim? Müəllim. Azərbaycanda gələcək karyeranı futbolçu kimi davam etdirmək istəsən, hansı klubda çıxış etmək istəyirsən? Azərbaycanda mən Qarabağda oynamaq istəyərdim. Bir səbəbi varmı? Hər hansı bir səbəbi Qarabağda oynamağın? Sadəcə Qarabağ simpatiyama görə edir. Yəni. Avropadan təklif gəlsə, hansı klubda oynamaq istəyirsən? Mən Manchester United'da oynamaq istəyərdim. Qırmızı şeytanların. Evet. Varmı bir ideal bildiyin Manchester United'in üzrə keçmişdə və ya hazırki dövrdə mübarizə apardığı heyətdə ideal bildiyin və sevdiyin bir futbolçu varmı? Ronaldo. Amma Messi ilə Ronaldo bayaqlar arasında qalanda düşünmədən Messi dedi. Ronaldo buradadır. Yəni Manchesterdə keçmişdə mübarizə apardığı üçün Bəli. və sevimli klubun olduğu üçün Ronaldo deyirsən. Bəli. Ən parlaq simalarından biri idi. Cristiano Ronaldo, Portuqaliya Ulus həmin klubda çıxış edib 5 Ballon d'Or var idi. Yəni sən də gələcəkdə düşünürsən ki, Manchester United oynayaraq gələcək karyeranda qızıl top ala bilərsən, yəni Ronaldo kimi. Bəli. Niyə də olmasın? İstedadın gələcəyin nümunəsidir ki, yəni ki, indidən hal-hazırki apardığın mübarizə heç bir futbolçudan ideal olaraq geri qalmırsan və bir öz beyin və onun təzinlə başqa millilərdə misal deyəlim, Fransa, İspanya, İngiltərə və s. və ilaxır millilərdə mübarizə aparmaq istəsən, Azərbaycan millisində mübarizə aparmaq istəsən, seçim qarşısında qalsam, hansı millini seçərsən? Azərbaycan millisini mi, yoxsa ki, Avropa millisini? Azərbaycan millisi. Azərbaycan millisində mübarizə aparmaq istəyərsən. Bəli. Qətiyyətlə cavab verdin həqiqətən. Bu mənim üçün incə məqam idi və nüans olaraq əla bir nüansdır ki, bir Azərbaycanlı fərdi olaraq Azərbaycanlı mübarizə aparmaq istəyirəm. Varmı Azərbaycan yığmasında oynayıb sənin sevimli bir futbolçu? Nəriman Axundzadə yaxşıdır. Praqaya vurduğu qola görəmi? Yəqin ki, ona görə olar. Ayaz, hal-hazırda U10 liqasında çıxış edirsiniz və sonuncu oyunda böyük hesablı qələbəyə sevindiniz. 12-1 hesabında rəqibini darmadağın etdiniz və mən səhv etmirəmsə bu çempionatda 10 liqasının ən böyük hesabımız idi. Bəli. Birinci turda da 11 hesabında zirvə komandası məğlub etmisiniz. Bəli. Və rekordunuzu təzələdiniz belə deyək. Neçə qol vurmusan hücumçu olaraq? 2 dənə. Həmin oyunda deyil. Ümumi çempionatda neçə qol vurmusan? Sayını itirmirsən yəqin. Axırıncı oyunda 12 qolun ikisini Bəli. vurdun. Həmin oyunda ən yaxşı meydana mübarizə aparan kim idi? Məhəmməd. Pentantrik 5 qol. Bəli. İmzası altından Məhəmməd Sahabı. Ayaz, 10 liqasında çıxış edərkən ən yadda qalan qolun olubmu? Elə bir oyunda qol vurmusan və oyunun nəticəsinə təsir edib. Çempionatda ən yaxşı qolum Qarabağla oynayanda qol olub. Və səhv etmirəmsə dubl etmisən həmin oyunda. Bəli. Dəyərləndirmə olsa, hansı qolun daha gözəldir? İkinci qolum. Necə vurdun pozisiyanı təqrib olaraq? Məhəmməd topu outda atmaya atdı. Mən topu atdım qapı tərəfinə. Amma mənim üçün yaxşı yerdə top saxladığını deyə mən gözəl bir qol atdım. Hesab neçəsi olmuşdu?
Hesab 7-3 oldu. O oyun mənim yaddaşımda qaldı. Çünki mən o oyunda Qarabağa 2-dən qol atdım. Və köhnə atlara 2 qol vurmaq öz yaşına görə kifayət qədər böyük bir uğur idi. Komandamızda səni anlaya biləcək və səninlə futbol rahat oynaya biləcək oyunçu kimdir? Ağa. Yəni ağa ilə oynadığın zaman çox rahat olursan və hücumla mübarizə aparırsınız, səhv etmirəmsə. Daha çox qol vurmaq və yaxud da ötürməkmi? Hansı sənə zövqə oxşuyur? Qol vurmaq daha çox. Bir hücumçu kimi təbii ki, bu sual asan deyil, amma səmimi cavab gözləyəcəm səndən. Qol vurmaq yoxsa qol ötürməsidir? Lap çox qol vurmaq. Bir hücumçu yarışan xarakterdir bu. Komandamızın kapitanı kim? Əli. Razısan mı onunla? Bir kapitan kimi meydanda apardığı mübarizədən razısan mı? Bəli. Başqa bir kapitan kimi görürsən? Əli əgər ehtiyatda qalsa və yaxud da ki, oyuna gələ bilməsə, hər hansı üzvlü səbəbinə və yaxud da zədəl olsun. Kimi görərsən kapitan kimi? Məhəmməd. O danışmır. Kapitan geriyə biraz çılğın olsun. Kimi deyəsən? Adil. Dəfəzardır. Adil meydanda danışır. Sözü kapitan kimi görmək istəyirsən mi? Yoxsa məsuliyyəti boynuna atarsan? Yəqin ki, atarsan. Çünki burada baxışlar, bu gülüş, mən kapitan olmaq istəmirəm cavabı olaraq qəbul edə bilərəm mən. Sevdiyin bir maşın varmı? Deyə bilərsən mi? Bəli. BMW. Marka olaraq BMW. Ümid edirəm ki, böyüyəndə sənin də bir BMW olacaq və yoldan mən keçəndə mən saxlayıb məni götürəcək. Sevdiyin əşya varmı? Qısı. Sevdiyin yemək hansıdır? Sevdiyim meyvə. Bəli. Hansıdır? Banan. Mən sənə sonsuz sayda BMW və sonsuz sayda banan, heç vaxt bitməyəcək qədər banan və ən əsası da istədiyin hər hansı bir ölkədə yaşamaq hüququ versən. Sənə təklif edirəm ki, futbolu buraxasan. Futbolu buraxasan. Nəyə görə? Verdiklərimin qarşılığında xahiş etsən. Yəni, bir hanlı siman dəyişdi, biraz da qətiyyətli cavab verdim. Bu qətiyyətli cavaba görə sənə təşəkkür edirəm və təbrik edirəm ki, bu düşüncədəsən. Sən bir idmançı olaraq, bir futbolçu olaraq sualın cavabında verdiyin reaksiyayla nə böyüklükdə bir xarakter olduğunu sübut etdin. Ayaz, sənin atağın hər bir oyunlarında sənin yanında olduğunu görürəm. Bir motivasiya kimi özündən başqa atam nə kimi dəstək verir sənə? Mən arada bir onların qabağında həyəcanlanıram. Amma atam həmişə mənə dəstək olur. Ona görə də mən Daha yaxşı meydana mübarizə aparsın. Bu günləri sən atanın dəstəyi və aldığın inam ruhuyla futbolda sözlüysən Anar Kərimovun rəhbərliyi altında. Hansı taktiki gedişlərini bəyənirsən Anar Kərimovun? Uzaqdan zərbələr də ola bilər, ötürmələr də ola bilər və s. və ilaxı. 1-4-1. Yəni bu taktik gedişdə sistemlə oynamağı çox xoşun gəlir. Bəli. Və geridə yalnız əli qalır. Yəni bu taktik gedişdə mübarizə aparsın. Sonuncu bir sual vermək istəyirəm. Bu günləri böyük gələcək kiçik addımlarla verilişində oldun. Veriliş haqqında düşüncələrin. Necə keçdi sənin üçün bu sual verəcək? Ən birinci mən bir an həyəcanlanırdım. Sonra başa düşdüm ki, burada heç nə həyəcanlanmaq lazım deyil. Bəli. Mən də sənə təşəkkürümü bildirirəm. Minnətdaram verilişimdə çıxış etdiyin üçün, dəyərli vaxtını ayırdın. Uğurların bol olsun. Böyük ümidlərlə, böyük addımlarla, böyük gələcəyə doğru addımlamaq istəyirəm və inanıram ki, böyük futbolçu olacaqsan və bir zamanlar gələcək ki, mən Ayaz Əlizadə ilə reportaj götürmüşəm və o böyük futbolçudur. Təşəkkür edirəm, minnətdaram. Var olun. Sağ olun, sizə təşəkkürlər.